Salam, sabahınız xeyir millət. Necəsiniz? Nə gözəl görsənir. Nə gözəl görsənir təbiət. Bugün ayın 9-udur, lifti çağırmışım. Lift gəldi. Bugün ayın 9-udur, saat 5:40-dır. Gedirəm pekarniyə. Əslində bugün mən qrafikdə deyiləm. Gecə saat 2-də upravляющий zəng elədi. Yatmışdım, yuxuluydum. Dedi ki, şeydir, bəs yoldaşımız skora aparır. Upravляющий işləməlidir bugün, bir də təzə gələn qız. Deyir, nə olar, mən yerimə səhər çıxa bilərsən, səhər tezdən. Dedim, nəvələrim yanımdadır. Daha onlara baxmalıyam. Dedi, yox, səhər tezdən Tulka. İndi gedirəm, onu vırıçət eləməyə, səhər tezdən çıxacam. Sonra onlar saat 9-da ikisi də gələcək. Aya baxın, yola salır məni. Hə, indi haradası bir 10-20 dəqiqə bundan qabaq mənə yazdı ki, Günel, hələ indi evə gəlmişəm, balnitsadan. İndi geyinirəm çıxmağa, mən də dedim ki, gid ondansa yat, saat 9-a kimi mən idarə eləyərəm, sonra ikiniz də birdən gələrsiniz. Elə danışdıq. O da mənə yazdı ki, sağ oluşdu, vırıçıla. Yatmaq istəyərdim əslində, gecəni yatmamışam, balnitsada olmuşam. Nəsə yoldaşına nəsə olubdu da yuxuluydum deyə soruşmadım. Tərslik ki, tərslik. Həmişə 5:45-də avtobus gəlir və mən ona qaça-qaça çatdırıram özümü. 5:44-dən buradayam. Hətta 5:43-dən buradayam. Yazdım ki, həmən avtobus 11 dəqiqə sonra gələcək. Neyiniyim, oturum gözləyim. Gəzə-gəzə gəldim başqa stanovkaya, hardan ki, daha çox avtobus gedir mənim iş yerimə. İşte görürəm ki, biri o bir stanovkada dayanıbdır. Saat uca 6-ya qalıb 2 dəqiqə deyəsən. Neyse, gəlir. Siz niyə tələsirəm işə? Çünki çoxlu başqa məhsullar gətiriblər, başqa lupiçkalar, çoxlu fərqli-fərqli. Hərəsinin öz proqramı var, öz pişirmə qaydası var, hansı ki, mən bilmirəm. Gedib alabaşına, külbaşına pişirəcəm. Mən hələ deməyiblər də, yəni mən smenim olmayıb deyən bilmirəm. Saat 6:10-dur. Meyvə gətirdim, aş gətirdim, bir dənə smetan gətirdim. Bugün də yiyənməsəm, sabah yiyərəm. Ya da qızlar yesin. Ya da qızlar yesin. Ben kaladimli tabuları. Sonra görürüm təzə nə gətiriblər, təzə nə ərzaqlarımız var. Günel düzüb, yerləşdirib, başlayıb pişirməyə. Bunlar növbəsini gözləyir. Hələ bu tərəfdə də var. Və bu da o biriləri, sıtnalar, yəni duzlu piroqlar, piroq deyək də, duzlu pişintilər. Bu da mənim vitrinam. Təzələri nədir, necə pişir bilmirəm, ona görə təzələri eləmədim. Görə ki, biz baxmadım sizə saat 9-a qalıb 15 dəqiqə. Upravляющimiz gələsi olmadı işə, çünki deyir ki, gecə səhərə kimi balnitsada olmuşam, yuxudan dura bilmirəm, gözlərim açılmır. Katyaya xahiş eləmişəm, Katya çıxacaq. İndi saat 9-15 dəqiqə qalıbdı, indi bilmirəm. Bəlkə elə mən də qaldım axşama kimi, 4-cü qıza yazdım ki, gəlmir. Bilmək olmaz hələ. Kassamız da tərs kimi işləmir. Başıma oyun açdılar bir sözlə. Amma hər şey eləmişəm, hər şey pişirmişəm, hər şey hazırdır. Hamıya analitikaya satıram. Gözləyirəm Katya gəlsin. Ondan sonra ya gedəcəm evə, ya qalacam Katya ilə işləməyə. 4-cü qız da gəldi. Bizim ayın 4-ü deyəsən, direktorumuzun ad günüydü. Pul yığmışdıq ona. Getirik indi ona pay almağa. Katya ilə ikimiz getdik mağazaya. Хочу снять эту красоту. Красный? Нет.
Может, Но вот они такой взять? недорогие. Я тебе про что говорю, я хочу собрать набором вот так вот. А какого цвета? Не знаю, красный. Может, вот такой вот все-таки сделать? Ну, вроде как всегда можно его. А? Тоже красивые. Да. Вот они коробочки. Но они, она, видишь, говорит, от 500. Либо пакеты вот такие. Не знаю, не помню. Может, вот такой еще взять? Сделали? Сейчас бы сделала. Веника было бы, сейчас бы сделали. Оп. Давай еще. Еще? Неужели тут нету подарочной бумажки? Не бумажка, а клеенка. Ну ты поняла. Для цветов, которые. Да я вот хочу так. О. Ну, видишь, за счет пупырышки Нормально. подняли. Да. И свои 5000 ставь. Все. Şöyle belə bir tarelka naboru düzəltdik, bağlatdırdıq hədiyyə korobkası. Bunu pay verəcəyik. Saat 1-dir, çatdım evə. Ləlişə də dərman aldım. Xəstələnib balam. Deməli, Ləlişə dərman alanda farmasevt az qalırdı məndən dalarsın. Dudam yenə yemişəm. Не хочу. Hə. Deyirəm ki, antiqripin verin tabletka ilə də. Deyir ki, şeydir, Anvi var, Anvi Max var. Deyirəm ki, я хочу антигриппин. Antiqripin istəyirəm tabletka ilə. Anvi Max mənə reklam eləyir, suda həll edib içməyə. Deyirəm ki, нет, лучше дайте мне антигриппин. Çünki mən sulu dərmanlar içə bilmirəm, sirop içə bilmirəm. Deyirəm, Ləliş evdə xəstədir, mən də istəmirəm də xəstələnmək. Qoy evdə antiqripin olsun, tabletka ata bilirəm. Deyir, они сейчас по акции. Deyirəm, yaxşı, hansı ucuzdur? Deyir ki, они сейчас по акции, anti-max. Aksiyadadır. Tabletkası da var. Dedim, ladna, verin. Gətirib şey eləyir. Kompüterdə baxır, deyir ki, antiqripin siz istəyəndən bir dənə var. Deyirəm ki, hansı ucuzdur? Vurub kompüterdə, mən bilirəm ki, antiqripin artı 200 rubuldur. Vurub kompüterdə Anvi Max. Farmasevtlərdə belə bir şey var. Hər şeyin bahalısını soxuşdururlar birinci adama. 500 neçəyəsə deyir. Dedim ki, ay yox, bahadır bu. Mən elə 3 dənə dərman alsam, elə oca 2000 pul çıxacaqdı. Sınaq ona kömək elə. Başlayır mənə şkafların qapısını sındıra-sındıra. Deyirəm ki, если yoxdursa antiqripin, nичего страшного da, lazım yoxdursa lazım deyil. Arxamda da otret yanıbdı. Deyir ki, кто вам сказал, что нету? Kim deyir ki, sizə yoxdur? Var bir dənə. Prosta mən tapa bilmirəm. Dedim, tapa bilmirsiniz də. Burada nə var ki, yoxdur da. Arxamda da qucağında körpə uşaqla dayanan şey var. Ailə var. Başladı şkafı zada çırpmağa eləməyə. Dedi ki, если вы deyir gözləyəsiz axtarım. Dedim, yox, gözləmirəm. Elə bir dilə tutur ki, mənə Anvi Max al. Ona da atqaz getdim. Dedim, antiqripin varsa ver, yoxdursa almıram da, da neyinim. Ona da əsəbləşdi ki, niyə yoxdur, var. Sizə kim dedi ki, yoxdur. Bir dənə də onu da axtarıb tapa bilmirəm. Tapa bilmirsən, eyni şeydir də. Yoxdur da. Нет так нет deyirəm. Nичего страшного. Başa düşürəm, onlar da insanlarla işləmək çətindir. Onlar da səhərdən axşama kimi ayaqüstə olurlar, insanlarla işləyirlər. Amma ki, onu da bilirəm ki, farmasevtlərin işi birinci bahalı dərmanları insanlara soxuşdurmaqdır. Mən həmişə nəsə alanda görəm də belə indi biraz pis çıxır soxuşdurmaq. Təşrif edirlər. Görəm birinci bahalı şeylər təşrif edirlər. Ay bu çox yaxşıdır, çox gözəldir. Qiymətini soruşanda çox bahalıdır. Deyirəm ki, yaxşı analoqu varsa analoqunu ver, ucuz olsun. Отечественный olsun, amma
analıq olsun. Analıqlar qat-qat ucuz olur. Qızlar, çox fikirləşdim nə bişirim, nə hazırlayım deyə. Ağlıma kartuşka gəldi. Kartuşkaları çıxartdım. İndi bunları qəşəngcə yumalıyam və kərə yağı çıxartdım, qoymuşam kənara. İndi çıxartmışam, qoydum kənara, biraz yumşalsın. Gətirim bunları yuyum. Deməli qızlar, bu gün Elman işdə idi. Gəldi, Aminəni götürdü işdən sonra. Getdilər evlərinə. İstəyirəm kartoşka qarmaşqa hazırlayım, alındıra bilsəm. Heç elə də çox yaxın doğramayacağım. Aralı. Ты хочешь такую открывающуюся картошку? Гармошка, да. Получится у нас? Думаю, да. Да. Это будет не очень легко. Neyse, hamısını belənçinə doğrayıb düzəcəm qaba. Ay bala, yedin qutardın. Bəlkə də 5-ci, 6-cı mandarindir. Gəlir karetlə götürür, gedir. Hər dəfə də götürəndə deyir ki, это последний. Я в этом не виноват, не надо было такие вкусные делать. Это последний. Elə bil ki, mən bunu döyürəm, söyürəm. Prosta deyirəm ki, ac qarnına yemə də turşeyi. Neyse, mən Alina əlində şey oynadırdı. Nədir bu? Alina neydi? Amina. Karandaşlar. Onun əlindən aldım, götürdüm, gətirdim bura. Varınızdırsa Kitayski sushi paliçkalarından istifadə edə bilərsiniz. Mən indi bunu götürdüm. Belənçiyinə doğrayıb düzürəm formamın içərisinə. Deməli qızlar, bu arada duxovkanı qoşdum ən yüksək xoda. Əgər yağ yumşaqdırsa ziyanı yoxdur. Yağ əgər bərkdirsə yəqin ki, yaxşı olar ki, mikrovalnovkada əridək. Baxın, yağımızı mikrodalğadan çıxartdım. İçərisinə duru yağ. Bir balaca. Это нельзя есть, это мусор, молодец. Еще есть? Выкинешь? Дай бабе. Поставь на стол. Молодец. Bu qədər sarımsaq təmizlədim. İndi bunları əzəcəm. Uşaqlar evdədir deyən, biraz video çəkmək, biraz vlog çəkmək çətindir. Uşaqlar evdə olmayanda da mənim üçün vlog çəkmək çətinlik verir. Ev günümdə vlog çəkmək mənə nəsə yaman çətin gəlir. Sarımsaqları buraya əzirəm. Zövqə görə ürəyinizi istəyən ədviyyatları buraya əlavə edə bilərsiniz. Bəzi videolara baxdım. Deməli, çoxsunda bu kartoşka qarmoşkanı belə doğradıqdan sonra çoxsu arasına sarımsağı laylay doğrayıb qoyur və yaxud da bekonu laylay doğrayıb qoyur. Sonra nə qoyurlar ey Allahım? Pendiri laylay doğrayıb qoyurlar. Zövqə görə, hər şey zövqdən asılıdır. Biz isə belə eləyəcəyik bugün. Yağımıza dad verəcəyik, tam verəcəyik. Sonra bu yağla kartuşkaların üzərindən gedəcəyik. Çalışacağıq ki, aralarına da eynən bu. Тоже мусишь? Давай. Булка. А? Это булка. Нет, это не булка. Это картошка. Это тортик. Ты будешь картошку такую? Да. Не хочу. М? Это не хочу. Нет, она еще не готова. Она не готова. Не готова. Не готова. Она будет готова. Что, солнышко? Она торточка будет. Идите играйте, я вас позову, хорошо? Хорошо? Да. Идите играйте.
Ve bol istiyor. Bak dede, bu da kalorenikası. Ты достаешь холодильник? Магазин. Deməli xanımlar, istiot da əlavə elədim. Baxın, Pravanski travı olur, İtalyan otları olur, Pravanski otlar olur. Sonra kartof üçün qarışım olur və yaxud da даже bura nədir onun adı? Даже bura yadımdan çıxıb adı. Adı yadımdan çıxıb özünü göstərir. Xaçəli. Bu nədir? Bunu da əzib hətta tökə bilərsiniz. Clara söz vermişəm ki, həyətə düşəcəyik. Nəysə, gətirim tez bunları eləyim. Baxın belə, çalışın ki, aralarına da hər arasında eləsəniz daha yaxşı olar. Bu hardasa 1 saat duxovkada pişməlidir. Ona görə biz bunu duxovkaya qoyup sonra gedəcəyik çölə. Duxovkanı da qoşmuşam, bilməm dedim yoxsa yox. Bu qayda ilə bütün kartoşkaları bu qayda ilə belənin içinə yağlayacağıq. Şöyle qızlar, biraz saxladım, lazım olar. Bunu qoyuram kənara. Bunları isə qoyacağım duxovkaya. Nəysə, saat 9-da hamımız çıxmışıq çölə. Çıxırıq çölə gəzməyə, yemək də orada pişsin. Ləliş dərmanlanıb yatıbdı. O birisi hələ gəlməyibdi. Səbinə mən uşaqlar çıxırıq. Gəldik mağazaya, görək nə satırlar burada. Uşaqlar oynayırlar. Biz də oturmuşuq. Oy! Ne получилось? Nəysə, biz artıq 1 saatdan çoxdur ki, evdə yoxuq. Gedəcəyik ki, ya kartoşkalar yanıbdı, ya da ki, pişibdi. Deməli, qızlar, gəldik artıq evdəyik. Düz 2 saatdır ki, mənim kartoşkalarım duxovkada 180 dərəcədən bir balaca aşağı salmışam. 180 dərəcədən aşağıda pişməkdədir. Çıxardım onları, bir də yağlayayım. Görək pişiblərmi? Biraz şüşəli qabdan ehtiyat eləmək lazımdır. İstidən soyuğa çıxanda partlaya bilir. Beləncə olublar. Yağ əriyibdir, altına axıbdır. Və mən bunu ikinci səfər belə qəşəngcə yağlayacağım. Bu səfər duxovkanın xodunu verəcəm. Və qoyacağım qızarsın üstü. Üstü tamamen qızarsın. Belə görünür ki, kartuşkanın özü pişib. Sadəcə bizə lazım ki, qızarsın, xırt-xırt kimi bir şey olsun. Ama evi sarımsağını iyi götürmüşdü, ha, Sınıq? Sabah işdəyəm. Ona görə də işə götürməyə yemək lazımdır. Yəni ki, bundan doyarım. İşte. Məktəbə bütün sumkalarınızı yığmışsınız mı? Bir dənə bunu mənlə danışına qulaq asın. Амина, что это? Это ОМОН. А? ОМОН. Амон Да. или лимон? Лимон. Лимон.
Да, это называется лимон. Это называется лимон. Лимон вкусный, острый, сладкий или соленый или кислый? Какой лимон? Кисель. Кислый? Да, Ты любишь лимон? да, Сильно любишь? да, Порезать тебе? да, 3 dilim yiydi. Порезать тебе? да. Ну ты сегодня покушала, хватит, да? Да, чуть-чуть. Чуть-чуть? Да. Хватит же. Потом чайник. А? Чайник. Ты по-абаджански знаешь? Да. Что ты знаешь по-абаджански? Баба, она вот, Испачкала пальчики? да. Кто тебе купил эту печеньку? Это баба. Эту печеньку кто купил? Это баба. Баба купила? Да, Вкусная? да, Нравится печенька? да. Кушай на здоровье. Ты голодная? Да, да. Кушать хочешь? Нет, Что баба готовит? это хочу. Это хочешь? Ты это хочу. Порезать тебе? Да, Поцелуешь бабу? да, Давай. Печеньку. Порезать? да, Только чуть-чуть. да. Хорошо? Хорошо. Какой час мстишь? Я сейчас тебе порежу. Что я порежу тебе? Лимон, А? лимон. Лимон? Да, Лимон, хорошо. Вкусный лимончик, да? да, Сладкий. Лимон сладкий? да. Нет, он не сладкий. Кисель. Он кислый, молодец. Но это последний. Последний, больше не дам. Хорошо? Да. Это последний. А? Да, вот последний. Что надо говорить? Пожалуйста. А? Пожалуйста. Пожалуйста. Что надо говорить? Пожалуйста. Пожалуйста. А спасибо. Спасибо. На здоровье. Вот это вкусный, вот это. Вот эта кожура, она невкусная, она Да. горькая. Вот, без кожуры кушай. А это выкину, да? Выкину? А сейчас вкусно? Да? Или опять горький? Вкусный или горький? Вкусный. Вкусный? Да. Кушай. Вот там. А? Вот там. Вот там? Да. Что там? Больно? Да. Dudağın yaradı. Dudağın yaradı. Больно тебе? Да. А, кислый лимон еще инзидер, да? Куси, ладно, куси, ничего. Ты же любишь, да? Теперь вот там, вот там. Вот там больно ей, да? Иди поцелуй, мой Колюсь. Куси. Bu da bizim yemeğimiz. İstirdim yağından töküm üstünə gəzdirim. Amma şeydir, qorxuram şüşə qabdan. Deməli xanımlar, bu yemək smetanlı sosla daha dadlı olur. Mən smetanı, acı ketçupu və qarçitsanı qatışdırdım. Onunla yedim. Hətta Amina belə bir dənə kartuşkanı yedi diri. Heç iş aparmağa qalmadı. Neysə ki, yaxşı sos hazırlasanız çox dadlı yeməkdir. Hazırlayın, peşman olmazsınız. Bu günlük vloqum bu qədər olsun. İzlədiyiniz üçün çox sağ olun. Allaha əmanət olun, bizimlə qalın. Hələlik.